Hamıya salam. Bugün sizinlə günlərlə qalsa belə boyatlanmayan, həm də çox dadlı sova piraşkisinin reseptini paylaşmaq istəyirəm. Əvvəlcə 6 stəkan unun üzərinə 250 qram yumşalmış kərə yağı əlavə edib umaç halına gətiririk. Daha sonra üzərinə 1 çay qaşığı duz, 1 çay qaşığı şəkər tozu, 1 paket qabartma tozu, 3 yemək qaşığı duru yağ, 1 ədəd yumurta, 200 qram xama əlavə edib istəyə görə içərisinə xırda doğranmış şüyüd də qatmaq olar. Mən bu dəfə əlavə etdim. Çox gözəl ətir və dad verdi, amma istəyən şüyüdsüz də edə bilər. Əldə etdiyimiz xəmir çox yumşaq olur. Onu 15-20 dəqiqəlik soyuducuda dinləndiririk. Daha sonra xırda kündələr hazırlayıb içliklə doldururuq. Mən içliyi qovrulmuş qiymə ilə hazırladım. Ətin içində soğan da var idi. Çox ləzzətli alındı. Əgər istəsəniz pendirlə də edə bilərsiniz. Hər ikisi gözəl alınır. Hazırladığımız piraşkiləri 250 dərəcəyə qədər əvvəlcədən qızdırılmış sobada qızarana qədər bişiririk. Xüsusilə vurğulamaq istəyirəm ki, bu piraşki səyahətə, dəniz kənarında ya da piknikə gedəndə özünüzlə rahatlıqla apara biləcəyiniz praktik və dadlı reseptdir. Günlərlə qalsa belə boyatlanmır. Hazırlayanlara nuş olsun. Hələlik fikirlərinizi yazmağı unutmayın.